Rafizi alimi Ni'metullah el-Cəzairi özünün yazdığı məşhur kitabında Əl-Ənvaru Nu'maniyyə adlı kitabında imamlar barəsində söhbət edir. Və bu etiqad həmin o Ni'metullah el-Cəzairinin etiqadıdır. İmamlarda 5 ruh var. Və ruhul qudus. Və ruhul qudus. Fikir verin. Bununla nübüvvəti daşıyırlar. Peyğəmbərliyi təsəvvür edin. فإذا قبض النبي صلى الله عليه وسلم انتقل روح القدس إلى الإمام. Allahın Rəsulu öləndən sonra həmin bu ruhul qudus yoxdur, keçir imama. Mufaddal demək istəyir ki, onlarda bu ruh var. Soruşmursan, necə olur ki, evdə ola-ola hər şeyi görürlər. Deyir, bu ruhla görürlər. Rafizi alimi olan Ni'metullah el-Cəzairi özünün yazdığı Əl-Ənvaru Nu'maniyyə adlı kitabında belə söhbətlər edir ki, adam təəccüblənir, öz-özünə deyir ki, subhanallah, məgər bu din ola bilər? Yəni insanları bu qədər şişirtmək, onlar haqqında bu qədərğuluv etmək, ilahi sifətləri onlara vermək nə deməkdir bu? İmam Əli deyir ki, cavabında, vallahi, Allaha and içir. Qad kuntu ma'a İbrahim finnar. İbrahim peyğəmbər odda olanda mən onunla idim. Və ənəl-ləzi cəaltuha bərdan və salaman. O odu salamat və soyuq edən mən idim deyir. Belə. Allah uzaq eləsin.Ğuluv etməkdən. Biri gəlib deyə bilər ki, qardaş, bəlkə bu rivayət zəifdir. Qardaş, zəif deyə bilmirik. Bu imam, müəllif. Onların imamıdır, Rafizi imamı, Ni'metullah el-Cəzairi. Buna etiqad edir, bu rivayətlər, bu söhbətləri eləyir. Zəif oldu, olmadı, fərq eləmir. İmamlar haqqında, fəziləti haqqında buna etiqad edirlər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim əcma'in. Vəhabilərin bir mövzu haqqında bəhs edib tamamlamamışdan əvvəl başqa mövzulara keçməsi hamıya məlum bir məsələdir. Bundan qabaq da iki vəhabi güya bizim əleyhimizə Şiə əqidəsini ifşa edən güya bəhslər hazırladı, cavabını aldı, suallar ünvanladıq və bəhsdən, canlı söhbətdən qaçdıqları kimi öz kanallarında video çəkib cavab verməkdən də qaçdılar. Mövzudan mövzuya atlandılar və o mövzularda da yalançını evinə qədər qovarlar sözünü rəhbər tutub axıra qədər getdik və ikisi də qaçdı. Biri debat fərarisidir, biri də başqa bir şəxsidir ki, İbn Teymiyəni müdafiə edirdi və hər iki mövzuda, İbn Teymiyənin müdafiəsi mövzusunda, İbn Teymiyənin yalanları mövzusunda və səhabə ədalət mövzusunda qaçdı, aradan çıxdı. Və başqa bir vəhabi də güya Allahın xəbəriyyə sifətlərindən danışdı, enmək, qalxmaq videosuna bir neçə video ilə cavab verdik. Ondan sonra keçdi radiyallahu anhu haqqında sual vermişdik ki, nə haqla sahabələr radiyallahu anhu deyirsiniz, halbuki Peyğəmbər sallallahu aleyhi və aleyhi və sahabələr demirdilər. Dəlil gətirdi ki, bu duadır, dua etmək dinimizdə var. Qabağına dəlillər qoyduq ki, bəs onda başqa duaları niyə bidət hesab edirsiniz? Cüməniz mübarəki bidət hesab edirsiniz. Ondan sonra öyüd nəsihət vermək də ümumi dəlillər var dində, amma qəbirstanlıqda bunu bidət hesab edirsiniz. Namazdan sonra təqabbalallahu alimlərimiz bidət hesab edir. Və cavablar verdik, alimlərin kitabından göstərdik ki, deyir ki, bu sonradan əlavə edilən bir şeydir, Peyğəmbərin vaxtında yox idi. Və sual ünvanladıq ki, özünüzü Peyğəmbərdən ağıllı mı hesab edirsiniz? Ona da cavab vermədi və keçdi üçüncü mövzuya, güya Şiə kitablarına müraciət edib, güya Şiələrin, Rafizlərin əqidəsini göstərir. Əvvəla Rafizi sözü imtina edən mənasındadır, üz çevirən mənasındadır. Elə sizə yapışan sözdür. Niyə görə? Çünki siz Əhl-i Beytdən üz çevirmişsiniz. Və Şeyximiz Əlbanın da səhih hesab etdiyi üzrə Səqələyn hədisində Peyğəmbər Quran və Əhl-i Beyti tapşırdığı surətdə siz Əhl-i Beyti kənara qoyub, Rafizi olub, üz çevirib gedmişsiniz, Əbu Bəkir, Ömər, Osmanı ilk 3 xəlifə hesab etmişsiniz. Və gələk o bəhsə ki, deyir ki, Şiələrin etiqadında budur. 2 bəhs qoyub, 2 video qoyub. Videonun birində deməli bir rivayət oxuyur ki, İmam Əli əleyhissalam buyurur ki, onun fəzilətinə dair bir hədis var. Buyurur ki, mən idim İbrahim əleyhissalam üçün sərinləşdirən odu, sərin edən, onu xilas edən, yəni və digər peyğəmbərlər də sayır. Və ikinci videoda da imamın hər şey bilməsindən danışır. Deyir ki, onlarda 5 ruh var idi. Ruhul Qudus peyğəmbərin vəfatından sonra imama keçir və o qeybi bilir, hər şeyi bilir. Bu barədə danışır və deyir ki, bu din ola bilərmi? Bu ifratdır, bu quluvdur, yəni həddindən artıq şişirtməkdir. Baxın, ümumiyyətlə, bu şəxsə demək lazımdır ki, sən Əbu Bəkirin nəyisə bildiyini etiqad edirsənmi? O deyəcək, bəli, Əbu Bəkir nələrisə bilirdi.
Əbu Bəkirin fəzilətli olduğunu hesab edirsən, ümmətin ən üstün şəxsi hesab etmişsiniz Peyğəmbərdən sonra, deyəcək bəli. Bunların nəyə əsasən etmirsən? 100% deyəcək ki, hədislərimizdə var. Hətta əqlə zidd olduğu halda, əqlən, zatən mühəl olduğu halda Allah enəndə həm də göydə qalır deyən bu zehniyyət, bu vəhabilər o nəsdən hədisdən möhkəm yapışıb buraxmaq istəmirlər. Əqlə zidd də olsa, günümüzdə səslənsə, deyirlər, yox, rivayətdə var, biz qəbul edirik. Bəs onda niyə bizim rivayətdə olan şeyi bizim qəbul etməyimiz sizə təəccüblü gəlir? Biz də deyirik, bəli, rivayətdə mövcuddur. Sən bunun adını istəyirsənğuluv qoy, istəyirsən Allahın sifətlərini məxluqa verməyə qoy. Bəli, Allahın sifətlərini məxluqa verməkdə nə problem var ki? Sən də eşidirsən, Allah da eşidir. Allahın sifəti də sənə əta edib. Allah əta edib də bunu sənə. Sənə məhdud eşitməyi, bilməyi əta edən Allah necə qadirdirsə, imama da mütləq şəkildə hər bir şeyi bilməsini əta edə bilər. Yəni sən burada Allahın qüdrətinə şək mi edirsən? Yox. Əqlə ziddirmi? Yox. Qurana ziddirmi? Dəlil gətir. Hə, bizim hədisimizdə var, sizdə yoxdur. Əbu Bəkir haqqında belə bir şey bizdə və sizdə yoxdur deyə İmam Əli əleyhissalam haqqında da qəbul etmişsiniz. Özünüz bilərsiniz. Bizim hədisimizdə var, biz qəbul edirik. Əqlə ziddirsə buyur isbat elə. Qurana ziddirsə buyur, yenə isbat elə. Çünki hədisdən əlimiz çıxanda məcburuq ya əqli müsəlləm, bədihi, zəruri məsələyə müraciət eləyə, əqlə müraciət eləyə görə əqlə ziddi yoxsa yox, ya da Quran-ı Kərimə buyur, isbat elə. Yəni nəqd eləmək asandır, irad tutmaq. Hə, bu belədir, mən bunu qəbul etmirəm. Cavabın nədir? Elmi cavabın, elmi rəddiyyən nədir? Sənin də qəbul etdiyi mən qəbul etmirəm. Ondan sonra nə edək? Quluv məsələsinə gəldikdə, quluv bir şeyə həddindən artıq ifrat həddə şişirməyə deyirlər. Yaxşı, sual meydana çıxır ki, həddi kim təyin edir, sən mi təyin edirsən həddi? Sən sadəcə baxırsan digər insanlarda, adi insanlarda olmayan şey imamda varsa, deməli bu olmamalıdır. Xeyr, digər insanlara baxanda bəli, digər insanların həddindən yuxarı fəzilət ola bilər imamda. Necə ki, Əbu Bəkirin haqqında siz etiqad edirsiniz ki, ümmətin ən üstün şəxsidir. Digər insanlarda olmayan üstünlük, fəziləti ona nisbət vermişsiniz. Yəni, digər insanlarda olmayan şey belə deyil ki, heç kəssə ola bilməz. Öz-özlüyündə bəli, Allah Azza və Cəllə kiməsə bu lütfi əta eləyə bilər, belə bir fəzilət əta eləyə bilər. Elmi rəddiyyən varsa, bu elmi şəkildə rədd elə. Yoxsa bu quluvdur, Xaliqin sifətini məxluqa verməkdir. Bəli, Xaliqin sifətini məxluqa verməkdir. Allah əta eləyəndən sonra nə edəcəksən? Yəni, sən Allahın qüdrətinə şək mi edirsən ki, Allah bir kəsə hər kəsi hər yerdən eşitməyi əta eləyə bilməz? Yəni, Allahın qüdrətinə şək edirsən. Deməli, bu işin quluvla olan tərəfi. Baxın, sonra deyir ki, bu hədis zəif də olsa, səhih də olsa mühim deyil. Mühim odur ki, bu rafizlərin etiqadıdır. Xeyr, çox mühimdir. Sən hünərin var, gətir, ispat elə ki, o hədis səhihdir əvvələn. Çünki biz digər əhl-i sünnə kimi, hətta vəhabi alimləri kimi hədisə baxırıq, zəifdir, qəbul etmirik. Səhihdir, isnadı səhihdirsə, hətta məzmununa baxırıq, görək, isnad səhih olduğu halda hədisin özü səhihdir, yoxsa yox, məzmununa baxırıq. Bir alimin nəzərində onun məbnasına əsasən səhih ola bilər, digərinə görə yox. Bu əhl-i sünnə də bu cürdür, hətta vəhabilərin özlərinə də bu cürdür. Bunu özün çox gözəl bilirsən. Bunun hədisin səhih olduğunu ispat etmək lazımdır. İkinci məsələ, ispat ediləndən sonra bu o demək deyil ki, bu hər şiə alimin etiqadıdır. Xeyr. Bu heç ola bilər, hətta həmin alimin də etiqadı deyil. Sadəcə hədis kimi gəlib mənbələri nəql edib. O qədər sizdə gülünc, dəhşətli hədislər var ki, inşallah oxuyarıq. Çoxunu zəif hesab edib qəbul etməmisiniz. Hədis səhih olandan sonra da bu demək deyil ki, hər alim qəbul etməlidir. Xeyr, ola bilər, o alim qəbul edir, bu alim qəbul etmir. Hərənin öz səliqəsi var, hərənin öz, necə deyərlər, məbnası var. Qəbul ediləndən sonra da hətta ki, fərz elə səhihdir, bu bütün şiələrin etiqadıdır mənasına gələ bilməz. Hətta orada alimin də, o qeyd etdiyin alimin də etiqadı olmaya bilər. Orada dedi kimi, mən belə etiqad edirəm ki, bu cürdür. Sadəcə bir hədis nəql edib. Və hətta deyək ki, etiqad da edir. Deyək ki, hədis də səhihdir ki, ürəyin rahat olsun. Hədis də fərz elə səhihdir və bu cürdə etiqad edir. Bu məsələ sizin öz Şeyxülislamınız olan İbn Teymiyyənin hətta əqidəsidir. Yəni, sənin məntiqin də bir alim bir hədis qeyd edirsə, səhihdir, zəifdir, fərq eləmirsə, qeyd edirsə və buna inanırsa və bu onun etiqadı sayılırsa, onda elə bundan betəri sizin öz Şeyxülislamınız tərəfindən qeyd olunub. Baxın, Məcmu' Fətava kitabına müraciət edirik. Şeyxülislam İbn Teymiyyənin Vəhabi Şeyxülislamının kitabı Xadimul Hərəmeyn-i Şərifeyn tərəfindən çap edilib. 4-cü cildə müraciət edirik.
Səhifə 377. İbn Teymiyyə deyir ki, "Və qad cəə fil əsəri." Əsərdə gəlib. Ya abdi, Allah deyir, ey mənim qulum. Ənə əqulu liş-şey'i kun fəyəkun. Mən bir şey deyirəm ki, ol olur. Əti'ni əc'alikə təqulu liş-şey'i kun fəyəkun. Mənə itaat elə, sənə elə cür qərar verim ki, sən bir şey deyərsən ol, o da olar. Ya abdi, ey qulum, ənəl hayyu'l-ləzi la yamutu. Mən ölməyən bir diriyəm. Mən diriyəm, o diriyəm ki, ölməz. Əti'ni əc'alikə hayyan la tamut. Mənə itaat elə, səni diri qərar verim ki, heç vaxt ölməzsən. Allah uzaq eləsinğulu etməkdən. Adam təəccüblənir, öz-özünə deyir ki, subhanallah, məgər bu din ola bilər? Yəni insanları bu qədər şişirtmək, onlar haqqında bu qədərğulu etmək, ilahi sifətləri onlara vermək. Nə deməkdir bu? Bəlkə bu rivayət zəifdir. Qardaş, zəif deyə bilmirik. Bu imam, müəllif, buna etiqad edir, bu rivayətləri, bu söhbətləri eləyir. Zəif oldu, olmadı, fərq eləmir. Baxın, İbn Teymiyyə indi həmin sənin məntiqinlə fərqi yoxdur, bu səhihdir, səhih deyil. Bunu rivayət edir və belə etiqad edir. Və biz deyə bilərik ki, bu bütün vəhhabilərin etiqadıdır. Allah Azza və Cəllə deyir, mənə itaat elə, sənə elə qərar verim ki, bir şey oldu, olar. Yəni İmam Əli əleyhissalam o qədər Allaha itaat eləyib ki, Allah ona elə qərar verə bilər ki, o desə ki, ey məchul məsələ, mənim üçün məlum ol, o da məlum olar. Vəssalam. Nə deyirsən buna? Cavabın nədir? Və bundan əlavə sizin öz kitablarınıza nəzər salanda özünüz Ömər haqqında nə cürğuluvlar eləmişsiniz, nə cür ifrat eləmişsiniz. Ya sənin xəbərin yoxdur bu kitablardan, cahilsən, ya da var, gizlədirsən, saxtakarlıq edirsən. Biz inşallah Teala bu birinci bəhs, birinci hissi olsun. Gələn bəhsləri də inşallah Teala həmin səhih mənbələrinizə müraciət edib sizə göstərəcək ki, Öməri nə cür şişirtmişsiniz, belə dinmi olar? Nə cür şişirdib ifrat həttağuluv eləmişsiniz. Və sənin dediyin kimi bu qulubdan Allaha sığınırıq. Məsələn, bunlardan biri nədir? 6 ayə Ömərin təklifindən sonra endirilib. La ilahe illallah. Deməli, Ömərin təklifindən sonra 6 ayə Allah Azza və Cəllə oturub gözləyib ki, nə endirim? Ömər 6 yerdə belə təklif verdi və Allah da bunu endirir. Və yaxud məndən sonra Peyğəmbər gəlsəydi Ömər olardı. Mən sənə sual versəm, sən deyəcəksən, bəli, bu kitablarımızda var, Allahın əta etdiyi fəzilətdir. Eyni şey də İmamın Aleyhisselam haqqında biz deyirik. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihət tahirin. Müsəlmanlar arasında ikinci ən fəzilətli sahabə Əbu Bakr radiyallahu anhudan sonra fəziləti barədə Peyğəmbər sallallahu aleyhi və səlləm görün nə deyir? Deyir ki, əgər məndən sonra Peyğəmbər gəlmiş olsaydı, Ömər olardı. Başqa bir hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ey Xattabın oğlu, həqiqətən şeytan səni gördükdə yolunu dəyişib başqa yolla gedir. Baxın, şeytan da ondan çəkinir. Bilir ki, Ömər radiyallahu anhu şeytan və şeytan kimilərlə oturub durmaq istəmir. Onları yaxına buraxmaq istəmir. Belə söhbətlər edir ki, adam təəccüblənir, öz-özünə deyir ki, subhanallah, məgər bu din ola bilər? Yəni insanları bu qədər şişirtmək, onlar haqqında bu qədərğuluv etmək, ilahi sifətləri onlara vermək. Nə deməkdir bu? Həmçinin hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, haqq Ömərin dili ilə nazil olur. Nə demək istəyir Peyğəmbər sallallahu aleyhi və səlləm? Demək istəyir ki, Qurandan bir neçə ayə məhz Ömər radiyallahu anhunun təklifindən sonra o təklif etdiyi kimi nazil olur. Quran-ı Kərimdən 6 ayə, Şərab ayəsi, Hicab ayəsi, Fidyə, İbrahim əleyhissalamın məqamını namazgah etmək ayəsi və s. Məhz Ömər radiyallahu anhunun təklifindən sonra ayə olaraq nazil olub. Məgər bu din ola bilər? Yəni insanları bu qədər şişirtmək, onlar haqqında bu qədərğuluv etmək, ilahi sifətləri onlara vermək. Nə deməkdir bu? Belə. Allah uzaq eləsin.Ğuluv etməkdən.